Salam, əziz və dəyərli dinləyicilər. Mən bugün sizə Azərbaycan şifahi xalq ədəbiyyatı haqqında məlumat verəcəm. Başlayaq. Xalqımızın zəngin şifahi ədəbiyyatı var. Söz sənətimizin ilk örnəkləri qədim dövrlərdə yaranmış, dildən dilə, ağızdan ağıza keçərək yaşamış və zənginləşmişdir. Yəni bizim belə deyək, məsəllərimiz, atalar sözləri və digər bunlar hər biri ağızdan ağıza keçərək hazırki günümüzə qədər gəlib çatmış və yaşayır. Şifahi xalq ədəbiyyatına folklorda deyilirdi. Yəni şifahi xalq ədəbiyyatının digər bir adı nədir? Folklor. İngilis dilindən götürülmüş bu termin folk xalq, lore isə bilik mənasını verir. Xalq müdrikliyi anlamındadır. Azərbaycan xalqının yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatı, onun tarixi, mədəniyyəti, mənəviyyatı, həyat tərzi, adət-ənənələri haqqında zəngin məlumat verən əsas qaynaqlardan hesab olunur. Yəni biz Azərbaycan xalqının belə deyək, mənəviyyatını görmək istəyiriksə, həyat tərzini, yaşayış tərzini, adət-ənənələrini görmək istəyiriksə, təbii ki, ilk öncə biz nəyə baxırıq? Şifahi xalq ədəbiyyatına baxırıq. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin əsərlərin sınağından çıxmış əsərlərdir. Yəni biz bu əsərlərdə hansı ki şifahi xalq ədəbiyyatında gördüyümüz dildən dilə gəlmiş bu əsərlərdə ümumi xalqın yaşayış tərzini, həyat tərzini görmüş oluruq. Onların hansı adət-ənənələrə sahib olduğunu görmüş oluruq. Yəni məsələn biz hər hansısa bir əsəri oxuyanda biz bu əsərin hansı bir xalqa aid olduğunu görə bilirik. Yəni istər-istəməz həmin orada olan hadisələrdən, orada baş vermiş belə deyək, hadisələrdən gördüyümüz örnəklərdən artıq bilirik ki, bu hansı xalqın əsəridir, hansı xalqın belə deyək, dildən dilə gəlmiş bir xalq nümunəsidir. Bu sənət inciləri janr əlvanlığı, dil üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdı. Xalqın tarixi ilə sıx bağlı olan folklor onun öyrənilməsi üçün etibarlı mənbədir. Məsələn, ölməz ədəbi tarixi abidə olan Kitabi-Dədə Qorqud dastanları xalqımızın dilimizin tarixinin çox qədim olduğunu sübut edir. Dastandakı obrazların konkret tarixi şəxsiyyətlərlə bağlılığı haqqında fikirlər var. Əsərdə qədim Oğuzların tarixinin, coğrafiyasının izləri görünməkdədir. Azərbaycan folkloru öz kökləri, tarixi etibarilə ümumtürk folklorunun mühüm tərkib hissəsi olub, türk xalqlarının yaratdıqları ilə ortaq cəhətlərə malikdir. Qədim türk bədii təfəkkürünün, dildə gerçəkləşən mədəniyyətinin nümunəsi olan miflər, dastanlar və s. türk xalqlarının vahid bir kökə bağlılığını göstərən ortaq dəyərlər sayılır. Deməli, nələr? Miflər və dastanlar. Azərbaycan folklorunun həyata əks etdirmə üsulu baxımından lirik, epik və dramatik növləri vardır. Hansılar? Lirik, epik və dramatik. Bu ədəbi növlərin hər birinə məxsus janrlar yaranmış, zaman-zaman zənginləşmişdir. Lirik və epik folklor nümunələri daha geniş yayılmışdır. Müxtəlif ədəbi növlərin janrlarında folklora xas olan ortaq cəhətlərlə yanaşı, məzmun və forma baxımından fərqli xüsusiyyətlər də vardır. Həyatı tərənnüm və təsvir yolu ilə əks etdirən lirik növü janrları əsasən aşağıdakılardır. Deməli, həyatı tərənnüm və təsvir yolu ilə əks etdirən hansı növ idi? Lirik növ. Lirik növü janrları əsasən aşağıdakılardır. Nəğmələr, daha sonra bayatılar və mahnılar. Nəğmələr isə bölünür əmək nəğmələrinə, mövsüm nəğmələrinə və bir də mərasim nəğmələrinə. Həmçinin məişət nəğmələri. Deməli, bir daha bölürük. Deyirik ki, həyatı tərənnüm və təsvir yolu ilə əks etdirən lirik növün janrları aşağıdakılardır. Nəğmələr, daha sonra bayatılar və bir də mahnılardır. Nəğmələr də öz növbəsində bölünür əmək nəğmələri, mövsüm nəğmələri, mərasim nəğmələri və məişət nəğmələri. Və başlayırıq lirik növdən danışmağa.
Holavarlar və sayaqçı sözləri şifahi xalq ədəbiyyatının ən qədim janrları hesab olunur. Holavarlar əkinçiliklə, sayaqçı sözləri heyvandarlıqla, qoyunçuluqla bağlıdır. Deməli, holavarlar əkinçiliklə, sayaqçı sözləri isə heyvandarlıqla, qoyunçuluqla bağlıdır. Sayaqçı sözləri isə heyvandarlıqla, yəni qoyunçuluqla bağlıdır. Əkinçi, cütçü öz ağır əməyini yüngülləşdirmək üçün müəyyən ritmi, ahəngi olan nəğmələr demişdir. Cütçü əkin biçin zamanı holavar səsləndirərək öküzə müraciət edir. Deməli, cütçü holavar səsləndirərək öküzə müraciət edir. İş prosesində ona güvəndiyindən söz açır. Öküz, öküz, xan öküz, dırnaqları qan öküz. Sən kötana güc elə, mən də deyim can öküz. Sayaqçı sözləri qoyunçuluqla məşğul olan insanların nəğmələridir. Deməli, sayaqçı dediksə qoyunçuluq. Buradakı y hərfləri ilə yadda saxlaya bilərsiniz. Sayaqçı və qoyun, y. Sayaqçı sözlərində kəndli həyatında qoyunçuluğun böyük əhəmiyyəti göstərilir. Çoban ailəsinin rifahını təmin edən qoyuna müraciət edir, onun xeyir, bərəkət gətirməsindən rəğbətlə danışır. Nənə manazlı qoyun, qırqovul gözlü qoyun, pendiri kəsmə, qatığı üzlü qoyun. Və mövsüm nəğmələrindən danışmış olsaq, mövsüm nəğmələri ilin müxtəlif fəsilləri ilə bağlı olub, yaz, yay, payız, qış haqqında təsəvvürləri əks elətdirir. Məsələn, günəşi çağırmaq məqsədi ilə gün çıx mövsüm nəğməsi ifa edilib, həmçinin qodu nəğməsi isə uzun zaman yağan yağışın kəsməsi üçün keçirilən mərasimdə ifa edilirmiş. İl quraqlıq keçəndə isə yağış çağırma mərasimi qurular, nəğmələr oxunarmış. Yazın gəlişi el bayramına çevrilmiş, el şənliklərində Novruzla bağlı nəğmələr ifa edilmişdir. Deməli, gün çıx və bir də qodu oldu nə? Mövsüm nəğmələri. Xalqın məişəti, güzəranı ilə bağlı olan mərasim nəğmələri qədim insanlar tərəfindən müxtəlif mərasimlərdə ifa edilmişdir. Mərasim nəğmələri. Elçilik, nişanlanma və toy zamanı şadlıq nəğmələrinin oxunması, yas mərasimlərində ağaların söylənilməsi adəti indi də qalmaqdadır. Toy nəğmələrində xalqımızın ailə, məhəbbət, sədaqət kimi mənəvi dəyərlərindən söz açılır. Yeni qurulan ailənin xoşbəxtliyi ilə bağlı diləklər ifadə olunur. Zülf tökülüb üzə dilbər, çıxıb da düzə dilbər, duvaq salın üzünə, gəlməsin gözə dilbər. Mərasim nəğmələrinin bir növü olan ağıllar isə İnsan ölümü faciəsi ilə bağlı nəğmələrdir. Bu nəğmələrdə yaxın doğma adamların ölümündən doğan dərin kədər, qəm hissləri ifadə olunur. Ağlaram ağlar kimi, dərdim var dağlar kimi, xəzəl ollam tökülləm viranə bağlar kimi. Məişət nəğmələri olan laylalar və oxşamalar isə folklorun geniş yayılmış janrlarındandır. Layla və oxşamalarda ananın körpəsinə məhəbbəti, övladının gələcəyi ilə bağlı ümid və arzuları əksini tapır. Oxşamalar körpəsini əyləndirən, əzizləyib oynadan, ananın oxuduğu nəğmələrdir. Oxşamaya bəzən nazlama da deyilir. Nə deyilir? Nazlama deyilir. Oxşamalar ikilik və dördlük şəklində olur. İkilik və dördlük şəklində olur. Qəhrəmanlıq nəğmələri xalqın igid oğullarını düşmənlə döyüşə qəhrəmanlığa, mərdliyə səsləyir. Kitabi-Dədə Qorqud, Koroğlu kimi qəhrəmanlıq dastanlarında sərkərdə, xalq qəhrəmanı bu nəğmələr vasitəsilə öz silahdaşlarını tərifləyir, onlara bahadırlığa, düşmənlə döyüşdə əzm, mətanət, igidlik nümayiş etdirməyə səsləyir. Bayatılar kövrək, həzin duyğuları, səmimiyyəti, məhəbbəti insanın könül dünyasına əks etdirən lirik folklor nümunələrdir. Deməli, kövrək, həzin duyğuları, səmimiyyəti əks etdirən nümunələrdir. Həcmcə kiçik olan bayatılarda dərin mənalı fikirlər ifadə olunur. Bu yığcam poetik nümunələrdə vətənin müqəddəsliyi, insanın məhəbbət, vüsal, ayrılıq, həsrət duyğuları, ümid və niskili ifadə olunur. Mövzu, məzmun baxımından bayatının aşağıdakı növləri var. Deməli, mövzu və məzmun baxımından. Forma baxımından yox, məzmun və mövzu baxımından. Növləri var. Vətən sevgisi, məhəbbət və bir də mərdlik və mübarizlik. Vətən sevgisi, yəni vətən həsrətindən bəhs edən bayatılar, məhəbbət, ayrılıq, həsrət haqqında bayatılar və bir də mərdlik, mübarizlik, qorxmazlıq
haqqında bayatılar. Deməli, V, M və M kimi yadda saxlaya bilərik. Vətən, məhəbbət və mərdlik. Misralardan 4 misradan ibarət olan bayatının hər misrasında 7 heca var. Deməli, 4 misradan və 7 hecadan ibarətdir. Birinci, ikinci və dördüncü misralar, buraya yazaq, birinci, ikinci və dördüncü misralar, dəqiqə, dördüncü misralar öz aralarında deməli, həm qafiyə, üçüncü misra isə sərbəst buraxılır. Deməli, üçüncü misra isə sərbəst buraxılır. Daha sonra birinci, ikinci misralar sonraki iki misrada söyləniləcək fikir üçün zəmin olur. Yəni, bu iki dənə, bu sonraki iki dənə üçün zəmin yaradır. Bayatılar formaca sabit, məzmunca dəyişən janrdır. Yəni, forması sabitdir. Biz dedik ki, 4 misradan və 7 hecadan ibarətdir. Bu forma olaraq qalır, dəyişmir. Amma məzmunu təbii ki, dəyişir. Çünki məzmunu görün nə qədər var burada. Məhəbbət haqqında, vətən haqqında, mərdlik, mübarizlik haqqında mövzusu, məzmunu təbii ki, dəyişə bilər. Amma forması 4 misra, 7 heca olaraq qalır. Əzizim, vətən yaxşı, geyməyə kətan yaxşı, gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı. Lirik növün mahnı janrı nəğmədən özünə məxsus musiqi havası olması ilə fərqlənir. Deməli, lirik növün mahnı janrı var ki, bu mahnı janrı özünə məxsus musiqi havası var deyə digər janrlardan fərqlənir. O, nisbətən sonraki dövrlərdə yaranmışdır. Məsələn, Qaragilə, Apardı sellər saranı kimi, həmçinin İrəvanda xalq qalmadı və digər mahnılarda xalqın ruhu, sevinci, kədəri, ən zərif duyğuları, təbiətə, məhəbbəti və sair əksini tapır. Epik növdən danışaq. Epik növün janrları əsasən əfsanə, rəvayət, lətifə, atalar sözü, məsəllər, tapmaca, yanıltmac, nağıllardır. Bir daha deyək, nələrdir? Əfsanələr, rəvayətlər, lətifə, atalar sözü, məsələlər, tapmaca, yanıltmac və nağıllardır. Folklorun qədim janrlarından olan əfsanələrdə ağlasığmaz, möcüzəli, fantastik səciyyəli, qeyri-adi hadisələrdən söz açılır. İnsanın daşa, heyvana çevrilməsi, dağların, güllərin dil açıb danışması və s. əfsanələri digər epik əsərlərdən fərqləndirən səciyyəvi cəhətlərdir. Əfsanələrdə müxtəlif planetlər, əşyalar, heyvan və quşlar insana xas olan əlamətlərə malik olur. Əfsanələrin müxtəlif növləri var. Heyvan və quş adları ilə bağlı əfsanələr zoonomik, yer adları ilə bağlı əfsanələr toponomik, tayfa, xalq, nəsil adları ilə bağlı əfsanələr etnonimik, səma cisimləri haqqında əfsanələr kosmogonik əfsanələr hesab olunur. Deməli, əfsanənin neçə növü oldu? 4. Heyvanlar və quşlar haqqında zoonomik, yer adları ilə bağlı toponomik, xalq, nəsil adları, tayfa adları ilə bağlı etnonimik və səma cisimləri haqqında isə kosmogonik əfsanələr mövcuddur. Səməndər quşu əfsanəsində, deməli, Səməndər quşu əfsanəsində oda inam, quşa tapınma motivləri öz əksini tapıbdır. Əfsanəyə görə Səməndər quşu balalarının qanad açıb uçduğunu görəndə sevincindən polad dimdiyini çaxmaq daşı olan caynağına vurur. Bu zaman onun qovdan olan tükü alışır və o yanaraq külə dönür. Rəvayətlər əfsanələrdən fərqli olaraq tarixən baş vermiş və ya digər şəxsiyyətlə bağlı real həyat hadisələri zəminində yaranır. Tarixi şəxsiyyətlər və yer adları ilə bağlı rəvayətlər geniş yayılıb. Məsələn, Nuh Peyğəmbər, Astiaq, Tomris, bu kimi rəvayətlərdə tarixi və əfsanəvi şəxsiyyətlərin həyatı, fəaliyyəti ilə bağlı hadisələr öz əksini tapmışdır. Deməli, Nuh Peyğəmbər, Astiaq, Tomris və s. Lətifə cəmiyyətdə, ailə və məişətdə insan xarakter və əməllərində müşahidə olunan nöqsanları tənqid edən əsərlərdir. Nə? Lətifələr. Lətifələrdə yumorla yanaşı satira, sarkazm da mövcuddur. Deməli, nələr? Yumorla yanaşı nə var?
satira və sarkazm da mövcuddur. Biz bilirik ki, yumor müəyyən qədər belə deyək tənqid hədəfinə çevirməkdir və öldürücü gülüş deyil. Amma satira və sarkazm bunlar öldürücü gülüşdür. Xalq arasında Molla Nəsrəddin, Bəhlul Danəndə ilə bağlı lətifələr geniş yayılmışdı. Atalar sözü və məsəllər. Atalar sözü və məsəllər ibrətli, müdrik məzmun ifadə edən yığcam, bitkin ifadələrdir. Bu nümunələr xalqın əsrlər boyu qazandığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir. Onlara müdrik sözlər, qanadlı sözlər də deyirlər. Və bu deyim, bu hikmətli xalq örnəklərinə verilən yüksək qiymətlə bağlıdır. Həm atalar sözü, həm də məsəllər müdrik ifadələr olsalar da, onların arasında fərq də var. Atalar sözündə fikir ümumiləşmiş və bitkin şəkildə ifadə olunur. Buna görə də onların izahına ehtiyac duyulmur. İzah etməyə ehtiyac yoxdur. Zaten deyəndə başa düşürük. Məsələn, iş insanın cövhəridir. Burada heç bir açıqlamaya ehtiyac yoxdur. Yəni, artıq bildik ki, nədir? Amma atalar sözlərindən fərqli olaraq məsəllər müəyyən əhvalatla bağlı olur. Məsələn, məsəl müəyyən əhvalatın, hadisənin nəticəsi, yekunu kimi meydana çıxır. Onun mənasını başa düşmək üçün bağlı olduğu əhvalatı bilmək lazımdır. Məsələn, Dava Yorğan davasıdır məsələ. Molla Nəsrəddin lətifəsi ilə bağlıdır və bu məsələdən münaqişənin, mübahisənin əsl səbəbini göstərmək üçün istifadə olunur. Yəni, biz həmin o məsələ bilmək üçün, həm belə deyək də, mütləq o hekayəni bilməliyik ki, onun nədən bu fikir səslənir, onu bilək. Epik folklorun geniş yayılmış janrlarından olan tapmacalarda müəyyən əşya, hadisə haqqında üstü örtülü şəkildə məlumat verilir. Burada əşyanın məcazi təsviri, onun səciyyəvi əlamətlərinin təqdimi əsas yer tutur. Tapmacanı hərfi mənada anlamaq, dərk etmək mümkün deyil. Yəni, hərfi mənada biz bunu başa düşə bilmərik. Bu sadəcə səhv yoldur. Tapmacanın cavabını tapmaq üçün obrazlı təfəkkür, məntiqi düşüncə tələb olunur. Yəni, burada hərfi mənada anlamaq mümkün deyil deyəndə nəyi nəzərdə tutur? Biz əslində görürük, hərfləri oxuyuruq və belə deyək, sözü başa düşürük ki, bu söz nədir? Amma o sözü görməklə biz birbaşa tapmacanın cavabını tapa bilmirik. Yəni, o gördüyümüz söz bizə hələ hər şeyi demək deyil. Yəni, hər şeyi anlamış olmuruq o sözlə. O sözün altında yatan gizli mənanı tapmaq lazımdır. Tapmacanın cavabını tapmaq üçün obrazlı təfəkkür, məntiqi düşüncə tələb olunur. Epik folklorun janrlarından olan yanıltmaclar səs oyunu üzərində qurulmuşdur. Həm nəzm, həm də nəsr şəklində olan yanıltmaclar eyni səsin oxşar səslənən sözlərin söz birləşmələrinin sırası, əvəzlənməsi prinsipinə əsaslanır. Deməli, yanıltmaclar həm nəzm, həm də nəsr formasında ola bilər. Bu janrda olan nümunələr yumoristik məzmuna malik olub, uşaqların nitqinin, tələffüzünün inkişafına kömək edir. Bəli, uşaqların nitqinin inkişafında əvəzsiz rol oynayır. Aşbaz Abbas aş asmış, asmışsa da az asmış. Epik folklorun ən qədim janrlarından biri də nağıllardır. İnsanların qədim dövrlərdən yaratdığı nağıllar dildən dilə keçərək dəyişmiş, zənginləşmiş, dövrümüzə gəlib çatmışdır. Nağılların özəl xüsusiyyətləri var. Bu nümunələrdə bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Qəhrəman əksər hallarda ideallaşdırılır. Deməli, bu hadisələr əsas qəhrəmanla bağlı olur nağıllarda və bu qəhrəmanın əksər hallarda ideallaşdırılır. Nağılın müsbət qəhrəmanı qarşılaşdığı bütün çətinlikləri dəf edir. Şər qüvvələrə qalib gələrək öz arzusuna çatır. Nağıllar mövzu, məzmun, forma yox. Məzmun etibarilə əsasən 3 yerə bölünür. Deməli, nağıllar əgər forma etibarilə düşsə, testlərdə bu yanlışdır. Məzmun etibarilə 3 yerə bölünür. Heyvanlar haqqında nağıllar, daha sonra sehirli nağıllar və bir də məişət nağılları. Hansılar oldu? Deməli, heyvanlar haqqında sehirli nağıllar, bir də məişət nağılları. Onların hər birinin səciyyəvi xüsusiyyətləri var. Heyvanlar haqqında nağıllar haqsızlıq, ədalətsizlik ilə mübarizə motivləri mühüm yer tutur bu nağıllarda. Deməli, haqsızlıq, ədalətsizlik ilə mübarizə. Bu nağıllarda xeyri və şəri təmsil etməklə heyvanlar 2 qrupa bölünür. Əsasən allegorik əsərlər olur bunlar. Sehirli nağıllarda qəhrəman öz arzusuna çatmaq üçün, indi isə sehirlidən danışırıq. Adi şər qüvvələrlə deyil, cin, div, əjdaha kimi, ifritə kimi sehirli qüvvələrlə mübarizə aparmalı olur. Bu mübarizədə nağılın qəhrəmanına xeyirxah sehirli qüvvələr, Simurq quşu, uçan xalça və s. kimi kömək etmiş olur. Və daha sonra
Bir saniyə. Məişət nağıllarından danışaq bir də. Məişət nağılları həyatda baş verən real hadisələri təsvir edir. Bu nağılların qəhrəmanları çox zaman sadə, təvazökar, xeyirxah və fərasətli olurlar. Onlar həyatda çətinliklərlə qarşılaşır, yoxsulluq içində yaşayırlar. Belə nağılların qəhrəmanları öz arzularına çatmaq üçün mübarizə aparır, dara düşən insanların köməyinə yetişir. Çətin sınaqlardan üzü ağ çıxaraq ağıl və bacarıqları ilə şər qüvvələrə qalib gəlirlər. Və şifahi xalq yaradıcılığının əsas belə deyək, növündən əsasını təşkil edən hissələrdən biri də aşıq yaradıcılığıdır. Aşıq yaradıcılığı xalq ədəbiyyatının mühüm, həm də zəngin hissəsi olub, tarixin çox qədim zamanlarından başa alıb gəlir. Müəllifin məlum olması aşıq şeirini şifahi xalq ədəbiyyatının digər sahələrindən fərqləndirən əsas cəhətlərdəndir. Müəllifin məlum olması aşıq şeirini şifahi xalq ədəbiyyatının digər sahələrindən fərqləndirir. Qədim dövrlərdə Dədə, Ozan, Varsaq adlandırılan aşıqlar yaşadıkları zəmanənin mühüm hadisələrinə əsərlərində münasibət bildirmiş, qoşma, gəraylı, bayatı aşıqların daha çox müraciət etdikləri janrlardır. Aşıqlar iki qrupa bölünür. Bir qismi yaradıcı aşıqlardır, şeir qoşur, dastan yaradır və onları ifa edir. Bir qismi isə daha çox mövcud əsərlərin ifası ilə məşğul olur. Belələri isə ifaçı aşıqlardır. Deməli, aşıqlar iki yerə bölündü. Yaradıcı və ifaçı aşıqlar. Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Hüseyn Cavan və Sərbaş aşıq sənətinin inkişafına, zənginləşməsinə böyük töhfə vermiş yaradıcı aşıqlardır. Deməli, kimlər oldu? Baxaq bir dəqiqə. Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Hüseyn Cavan. Bir daha qeyd edirəm. Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər, daha sonra Aşıq Şəmşir, Aşıq Hüseyn Cavan. Bunlar yaradıcı aşıqlarımızdır. Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı və başqaları ifaçılıq yolunu tutmuş, aşıq sənətinin yaşamasına, yayılmasına əhəmiyyətli xidmət göstərmişdir. Bunlar isə oldu nə? Deməli, bunlar isə oldu ifaçı aşıqlar. Aşıq Əmrah, Aşıq Kamandar, bir də Aşıq Hüseyn Saraclı. Bəli, burada da qeyd olunub, asan yadda saxlamaq üçün baş hərflər kifayət edir. Deməli, Ə, K, S, yəni Əmrah, Kamandar və Saraclı. Aşıq Əmrah, Aşıq Kamandar və Aşıq Saraclı. Bunlar ifaçı aşıqlardır. Hansı aşıqlar? İfaçı aşıqlardır. Elə bu ifaçıları yadda saxlayaq, digərlərini belə deyə əziyyət çəkməyə ehtiyac yoxdur çox da. Aşıq yaradıcılığının məhsulu olan dastan, epik lirik əsər sayılır. Nəbəli nədən danışırıq? Dastandan danışırıq. Dastanda nəsrlər, nəzm, epik təhkiyə ilə lirik təqdimat vəhdətdə olur. Aşıq dastandakı əhvalatı nağıl edərkən saz havasının müşayiəti ilə qəhrəmanın hiss və həyəcanlarını əks etdirən şeirlər də söyləyir. Kitabi Dədə Qorqud, eləcə də Koroğluda da vətənin müdafiəsi, azadlıq, ədalətsizliyə qarşı mübarizə geniş əks olunduğundan onlar qəhrəmanlıq dastanları hesab olunur. Şah İsmayıl, Aşıq Qərib kimi məhəbbət dastanlarında isə azad məhəbbətdən bir-birini sevən gənclərin dözüm, sədaqət, ağıl və cəsarət sayəsində qovuşmasından bəhs olunur. Burada bir məqama diqqət edək. Şah İsmayıl deyəndə ilk ağlımıza tarix gəlir. Nəsə tarixi bir əsərə oxşadırıq, amma xeyr, Şah İsmayıl deməli məhəbbət dastanıdır. Həmçinin Aşıq Qərib. Bunlar hər ikisi məhəbbət dastanıdır. Şah İsmayıl və Aşıq Qərib. Bunlar nədir? Məhəbbət dastanlarıdır. Məhəbbət dastanları ustadnamə ilə başlayıb duvaq qapma ilə bitir. Deməli, nə ilə başlayıb, nə ilə bitir? Ustadnamə ilə başlayır və duvaq qapma ilə bitir. Bəzi məhəbbət dastanları faciə ilə bitir və sevgililər şər qüvvələrin yaratdığı maneələri aşa bilmir, bir-birinə qovuşmur. Belə dastanlarda duvaq qapma olmur. Baxın, əgər faciə ilə bitibsə, burada, yəni qovuşma yoxdursa, burada duvaq qapma olmur. Cahannamə olur. Nə olur? Cahannamə. Məhəbbət dastanlarında qəhrəmanlıq dastanlarında isə məhəbbət motivinə yer verilə bilər. Deməli, cahannamə. Əgər qovuşmayıblarsa, cahannamə.
Və gəldik nədən? Danışmağa dramatik növdən danışırıq. Dramatik növün janrlarına xalq oyunları, xalq tamaşaları, şəbihlər daxildir. Onların hər birinə aid nümunələr dövrümüzə çatmışdır. Məsələn, xan oyunu xalq oyunları növünə aid nümunə hesab edilir. Xalq tamaşalarına meydan tamaşalar da deyilir. Xalq tamaşalarına meydan tamaşalar da deyilir. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş tamaşasında tənbəlliyin tənqidi, əməyə rəğbət hissinin oyadılması ön plana çəkilir. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Bu nədir? Tamaşadır. Nədir? Tamaşa. Aha. Amma xan oyunu isə nədir? Xan oyunu isə oyun növüdür. Oyun növüdür. Aha. Şəbihlər. Şəbihlər dini tamaşalardır. Dini tamaşalardır. Bu tamaşalar daha çox məhərrəmlik mərasimlərlə bağlı olur. Dramatik növün janrlarından olan oyunlar uşaq orqanizminin hərəkətə, fəaliyyətə olan ehtiyacından yaranmışdır. Lakin oyunlar uşaqlarda təqlidlə yanaşı düzüb, qoşmaq, yaratmaq bacarığını da üzə çıxarır. Bu sənətin bir neçə sahəsini, musiqini, rəqsi, şeiri, aktyorluğu özündə birləşdirir. Kollektiv şəkildə həyata keçirilən uşaq oyunları oturaq və hərəkətli olmaqla iki yerə bölünür. Oturaq və hərəkətli oyunlar. Lal dinməz, əl üstə kimin əli, daha sonra uçdu və s. uşaq oturaq oyunlarına aiddir. Deməli, lal dinməz, əl üstə kimin əli və bir də uçdu da hərəkət olmasına baxmayaraq, amma hərəkətsiz oyun imiş. Deməli, daha doğrusu hərəkətsiz yox, oturaq oyunu imiş. Deməli, l, ə, ü. Bunu əlu kimi yaxud da ulə kimi yadda saxlaya bilərik. Ulə. Nə yazaq? U, l, ə. Yəni, uçdu. Lal dinməz. Bir də əl üstə kimin əli. Bunlar oturaq oyunlardır. Bunlar oturublar. Oturaq oyunlardır. Bu oyunlarda əşyalardan istifadə edilir. Dəsmalı ver, xəndəyə düşmə, dəyirman və s. bu qəbilədəndir. Deməli, dəsmalı ver, xəndəyə düşmə və dəyirman. Deməli, d, x. Dəqiqə. D, x, d. Bunlar da oturaq oyunlardır. Və bu oyunlarda nədən? Əşyalardan istifadə olunur. Belə. Şifa xalq yaradıcılığından bu qədər. Sağ olun, salamat qalın.